Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Deməli, adım Kristinadır. Mən ailədən gəlmə yəhudi baxıcıyam. Kanalımda müxtəlif cür rituallar, proqnozlar, baxımlar paylaşıram. Əgər sizə maraqlıdırsa, abunə ola bilərsiniz. Telegram kanalım üzərindən bürclərə uyğun proqnozlar edirəm. Kimi bürclər üzərindən maraqlanırsa, orada abunə ola bilər. Deməli, həmçinin şəxsi baxımlar üçün Instagram üzərindən müraciət edirsiniz. Instagram səhifəmin adı və linki qeyd olunub videomun altında. Əgər istəsəniz müraciət edə bilərsiniz. Bugünkü videoda isə deməli bir məsələ tutursunuz ağlınızda. Hə, yox baxacağıq. İstədiyiniz şey alınacaq, alınmayacaq. 3 variant olacaq. İntuisiyanıza dayanıqlı bir açılımdır. Yəni intuisiyanız burada seçiminiz çox vacibdir. Çalışın, intuitiv seçin. Deməli, bu birinci, bu ikinci, bu da üçüncü. Deməli, seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçimi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Amma belə də hə yoxuna baxacağıq. Bu hər hansı bir məsələ ola bilər. İş tuta bilərsiniz. Deyək ki, təhsil tuta bilərsiniz. Deyək ki, şəxsi həyatınızla bağlı bir sual verə bilərsiniz. Hə, yoxu olacaq, olmayacaq, ona baxılacaq. Deməli, mən sizə çox gözləmək istəmirəm. Birinci variantdan başlayıram. Deməli, birinci variantı seçən insanlar üçün. Deməli, istədiyiniz şey, deməli, bəzi insanlarda belə olacaq ki, əgər sizə hər hansı bir ümid verilmişdirsə, o ümid deməli, tutduğunuz məsələ ilə bağlıdır. Ya özünüz güvənirdiniz ki, o dəqiq alınacaq, ya da sizə ümid verilmişdirsə, burada başqa insanların ucbatından problemlər yaşana bilər. Bu, həmçinin belə xəyanət ola bilər. Xəyanət nəinki şəxsi həyatla bağlı olan bir xəyanət ola bilər. Bu, hətta başqa, yəni güvəndiyiniz insanın xəyanəti ola bilər ki, sizin dalınızdan iş çevirə bilər, sizin istədiyiniz kimi davranmaya bilər. Yəni, burada siz o deyilləri belə bıçaq saplanmağı kimi bir şeydir də. Yəni, belə bir məyusluqdur ki, bu insan məni satıb, bu insan mənə xəyanət edib. Burada yəni həm şəxsi həyatla bağlı ola bilər, əgər belə bir şey tutmusunuzsa, həmçində bu deməli sizin istədiyiniz məsələ ilə bağlı ola bilər. Deməli, sizə hər hansı bir ümid verilmişdirsə, danışıq sırasında siz bunun alınacağını düşünürdünüzsə, bu yəni puç olacaq, yəni istədiyiniz kimi olmayacaq, yəni gözlədiyiniz kimi olmayacaq. Həmçinin burada qıcıqlanma hissi ola bilər, hirslilik və məyusluq ola bilər bunun ucbatından. Kimdə ki söz verilməmişdi və heç bir, yəni deyək ki də güvəniniz yoxdur ki, bu alınar, alınmaz, bilmirdiniz konkret və sizə heç kəs yəni söz verməyib, yəni belə deməyib ki, alınacaq, eləyəcəm, ya da belə bir necə deyərlər, ümid verməmişdirsə, heç kimsə burada alına bilər, amma sonrasında gələn sizə məyusluq ola bilər. Yəni istədiyiniz şeyin alınması, amma sonrasında bu alınan şeyin ya sizə məyusluq gətirməyə ola bilər, həmçinin sizə böyük problemlərin gətirməyə ola bilər. Yəni bəzi insanlarda elə olacaq ki, alınacaq konkret, amma bunun sonrasında gələn bir məyusluq olacaq. Bunun sonrasında gələn bir problemlər, satqınçılıq durumu, xəyanət durumu olacaq və həmçinin də sizin bəzi insanlarla da ilişkini, yəni bu məsələ ucbatından ilişkini tam bitirmə nöqtəsinə gəlmək, tam konkret əlaqəni itirmə nöqtəsinə gəlmək kimi bir şey ola bilər. Ya o insanın tərəfindən, ya da sizin tərəfinizdən. Bu fərqli insanlarda fərqli cür olacaq. Ona görə diqqət yetirirsiniz. İkinci varianta keçid etmək istəyirəm. İstədiyiniz şey alınacaq ya yox.
istədiyiniz şey burada alına bilər. Yalnızca burada diqqət yetirirsiniz ki, istədiyiniz şey əgər keçmişlə bağlıdırsa ya da keçmişlə hər hansı bir əlaqəsi varsa və həmçinin də burada rəsmi qurumların yazışmaları, rəsmi qurumlarla olan hansısa rəsmi sənədlərdir, sənədləşmədir, bununla bağlıdırsa alınacaq. Həmçinin də bu yazışmalarla ya da yazıb hansısa cavab almaqla bağlıdırsa o da ola bilər. Burada həmçinin istədiyiniz şeyin alınması durumunda çoxlu yazışmaların mümkün olacağı göstərilir, çoxlu sənədləşmənin ya da çoxlu sənədlərlə bağlı olan məsələlərin yəni gündəmdə olması mümkündür. Həmçində sənədlərin hansısa bir sənədin, amma çox vacib sənədin də eləməsi, yəni onu həll etməsi durumu da ola bilər. Həmçində burada istədiyiniz şeyin alınması durumunda keçmişlə bağlı əlaqələrin ya da keçmişlə bağlı məsələlərin gündəmdə olması da mümkündür. Amma burada alınacaq istədiyiniz şeyin yalnızca dediyim kimi sizin bəzi burada keçmişdən gələn şeylərin həll edilməsi vacib olacaq. Deməli, üçüncü varianta keçid etmək istəyirəm. Burada istədiyiniz şey alınacaq, amma yalnızca demək istəyirəm ki, burada sizin deməli tam istədiyiniz kimi olmaya bilər. Yəni tam deyək ki, alınır istədiyiniz kimi, amma sonrasında biraz problem yaradacaq şeylər baş verir. Hansı ki, sizi biraz emosional olaraq kövrəldə bilər. Emosional olaraq biraz sizi, necə deyərlər, yorğunluğa gətirib çıxarda bilər və emosional belə biraz çöküntü olur. Haçan ki, biz misal üçün çox işləyirik və emosional, yəni bu təkcə iş də olmaya bilər. Deyək ki, hansısa ilişkidirsə, bu ilişkidə çox nəyəsə dözürüksə, nəyəsə göz yumuruqsa, artıq bu bizi emosional olaraq yorğunluğa gətirib çıxardır. Burada emosional yorğunluq verəcək bir şeydir, amma belə də sizin istədiyiniz şey alınacaq. Hətta sonrasında da burada sizin emosional çöküntünüzə baxmayaraq, burada sizin istədiyiniz kimi şeylər, yəni məsələ istədiyiniz kimi baş verəcək. Hətta istədiyinizdən daha çox, yəni hər hansı bir emosional çöküntünüzün yaşandığında belə bu gələcək emosiyalar bunların hamısını deyək ki, yub aparacaq, yəni pozacaq və gözəl təzə emosiyalar yenə gətirəcək sizə. Həmçində burada sizin istədiyiniz şeyin alınmasında böyük bir rolu su ünsüründən olan və torpaq ünsüründən olan insanlar köməklik edə bilər. Belə insanlara diqqət yetirin. Su ünsüründən deməli xərçəng, balıq, əqrəb ola bilər. Torpaq ünsüründən deməli oğlaq, qız, boğa ola bilər. Həmçinin də bu çox belə stabil insan ola bilər, ailənizdən də bir insan ola bilər, bəzi insanlar da belə olacaq, hansı ki sizə ya maddi dəstək göstərir, ya da ki sizinlə hansısa qan bağı var bu insanın. Deməli, bu qədərdir. Əgər sizə maraqlıdırsa, şərh bölməsinə öz mövzularınızı da yaza bilərsiniz.